dostlar, istəyirəm sizə Bravo'dan bəyəndiyim aldığım məhsulları göstərim. Bu çox dadlıdır. Alın bundan. Kim xoşlayır? Bu xurmadır. Baxın. Çox dadlıdır. Bunlardan almamışam. İndi görürəm. Bu da ananas kurusudur. Ananas kurusu. Qiymətlərini də göstərim sizə. Biraz bahadır. 140 gramdır. Bu çox baha deyil. Burada indi qiyməti yoxdur. Mən alacağım bundan göstərərəm sizə. Bilmirəm niyə soğanlar bu gündədir. Baxın. Yəni kilonla mənə çox lazım deyil, amma buradan seçmək mümkün deyil. Ona görə mən belə paçka götürdüm. O da mənim üçün çoxdur. Kartof da çətin seçmək. Çünki artıq belə görürsünüz. Yaşıl olub. Belə də var. Bu mandarinlardan almışam mən. Arazdan almışam bu mandarinlardan. Çox dadlıdır. Çalışıram çörək az yiyeyim, amma bu çörək çox dadlıdır. Ciabata. Sadəcə olaraq mən bunu almışdım Ağşəhərdəki Neptundan. Çox dadlıdır. Amma buradan almışdım. Bilmirəm, heç yaxından uzaqdan Ciabata deyildi. Yəni ki, buradan almaram bunu daha. Bir də sizə bu Abad şirkətinin məhsullarını göstərmək istəyirəm. Mən onların bu armud mürəbbəsi çox dadlıdır. Bunlarda şaftalı var idi. Çoxdan da onu tapa bilmirəm. O da çox dadlıdır. Yəni ki, bu məhsullar, yəni qiymətlər ola bilsin biraz bahadır, amma çox dadlıdır. Məsələn, o qədər yumuşaqdır armud mürəbbəsi ki, yəni xoşunuza gələcək. Bal da almışam buradan. Yəni çox yaxşıdır. Artıq sularından almamışam. Bilmirəm necədir. Hazırda armud deyil, yəqin moruqdur. Nə mürəbbəsidir? Heyva. Bu da armud imiş, heyva deyil. Burada heyva yazılır. Amma görürsünüz bunun bankası, upakovkası bir başqadır, qablaşdırılması burada bir başqadır. Mən bundan almışam. Çox darlıdır, bəlkə bundan büyüğünü aldım. Qarpız var, armud, boz, qızılgül, moruq, armud, çayları da var. Yağların da seçimi çoxdur. Əziz izləyicilərim, yazın hansı yağdan istifadə edirsiniz? Məsələn, mən West Gold alıram. Valio da almışam. Prezident. Qaymaq şirkətinin də məhsullarını sevirəm, işlədirəm. Bio məhsullardır. Bunları alanda diqqət edin tarixə və o tarix ərzində çalışın işlədim. Onlar bütün məhsullarından almışam. Bu qatığı mən alanda evdə soruşurlar ki, kənd qatığıdır. Hardan almışsan? Belə biz mağazin qatıq almırıq. Yalnız bu qaymaq şirkətinin qatığını alıram. Makaronlardır, barilla istifadə edirəm.
Dişiyə kəsir. Xoşlayıram. Uzun müddətli bunlardan istifadə edirəm. Amma bu dişiyə çıxır sizə. İndi endirimlər də var. Göndərəməz. Un bismak işlədirəm. Yəni hərdən bir olur. Blinçi pişirəndə ya da şirniyyat pişirəndə bismak. Persildən istifadə edirəm. Amma daha yaxşısı varsa yazın. Hansından siz razısınız? Mən istəyərdim sınamaq. Və deyim ki, yalnız bu sıvı məhsuldan istifadə edirəm. Bundan istifadə eləmirəm. Demək olar ki, evimə köçəndən 19-cu ildən məndə boşdu paltar yuyan və o paltar yuyandan çox razıyam və heç vaxt yəni toz istifadə etməmişəm. Qab yumaq üçün föyr istifadə edirəm hər növündən, yəni qoxulu olandan da, bu plastikundan da alıb istifadə edirəm. Qarpız yemiş də artıq var, amma məncə hər bir meyvənin öz fəsli var. Ən gözəl bunlar yılda avqustda dəyir. Bu armudu da çox sevirəm, aldım bu dəfə də. Amma bunları məncə almağa dəyməz. Belə içkilərə də daşıyan belə deyək. Amma yalnız və yalnız xətrim istəyəndə yalnız baxın, bax bu içkidən bilmirəm nəyə görə xoşum gəlir. Bunu içirəm hərdən alıb. İndi bir dənə balacasını özümə götürəcəm. Yalnız sirap, qazlı və qazsız sirap. Kassada belə məhsullar da var.